Esselamu aleykum. İnşallah biz Mədinə 1 dərsinin sonuncu, yəni 23-cü dərsini sizə izah edib göndərəcəm. Əd-dərsu səlisu vəl-işrunə 23-cü dərs. Böyüdək bunu. Burada tənvin qəbul etməyən isimlər haqqında danışır. Mən deməli əl-müdərrisu əl-Əhmədu. Yəni daha doğrusu Əhmədu. Müəllim və Əhməd arasında dialoqdur. Mən əntə yə əxi, ey qardaşım sən kimsən? Ənə talibun cədidun. Mən yeni tələbəyəm. Məsmukə, sənin adın nədir? İsmi Əhmədu. Mənim adım Əhməddir. Əhməd sözü tənvin qəbul etmir. Sözün sonu tənvinsizdir. Min əynə əntə, sən haradansan? Ənə min Pakistənə, mən Pakistandanam. Burada da Pakistan sözündə tənvin yoxdur. İndi səbatu dəfətira, dəfətira yəni dəftər sözünün cəmi də tənvinsiz olacaq. Deyir ki, məndə 7 dəftər var. Limən, hiyə, onlar kimindir? Həti, yə ustazu, ey müəllim ver. Həzəli, bu mənimdir. Və həzəli Muhammedin, bu Muhammedindir. Və həzəli Həmidin, bu Həmidindir. Və həzəli İbrahimə, bu İbrahimindir. Və həzəli Osmanə, bu Osmanındır. Və həzəli Yusufə, bu Yusufundur. Və həzəli Talhətə, bu Talhənindir. Fikir verdiniz, İbrahim, Osman, sonra Yusuf, Talhə sözləri tənvin qəbul etmədiyinə görə hərf-i cər daxil olarkən sadəcə fəthədə olacaq. Əhəzə kitəbukə yə Muhammedu, ey Muhammed, bu sənin kitabındırmı? Lə həzə kitəbu Həmzətə, xeyr, bu Həmzənin kitabıdır. Əynə Aliyun, yə ixvanu, ey qardaşlar, Əli haradadır? Zəhəbə ilə riyadi, riyada getdi. Və əynə Yəqubu, bəs Yaqub haradadır? Zəhəbə ilə Məkkətə, Məkkəyə getdi. Məkkə sözü də tənvin qəbul etməyən isimlərdəndir. Əynə İshaqu, İshaq haradadır? Xaracə iləl müdiri, müdirin yanına çıxdı. Mətə xaracə, nə vaxt çıxdı? Xaracə qablə xamsi dəqaiqa, 5 dəqiqə əvvəl çıxdı. Burada dəqiqə sözünün cəmində tənvin qəbul etmir. Tapşırıq 1-də verilənlərə diqqət etməyi deyir. Burada tənvin qəbul edən söz verib və tənvin qəbul etməyən söz verib. Məsələn, Muhammedun. Muhammed, min Muhammedin, Muhammeddən, ilə Muhammedin, Muhammedə, li Muhammedin, Muhammed üçün, Kitabu Muhammedin, Muhammedin kitabı. Fikir verin, burada li hərf-i cəri, ümumiyyətlə hərf-i cərlər və yaxud da izafə qaydasında Muhammed sözü daim tənvin kəsr adı oldu. İndi Zeynəb sözü verir, yəni qadın adları bildiyimiz kimi tənvin qəbul etmir. Məsələn, Zeynəbun, Zeynəb, min Zeynəbə, Zeynəbdən, ilə Zeynəbə, Zeynəbə, li Zeynəbə, Zeynəb üçün, Kitabu Zeynəbə, Zeynəbin kitabı. Burada da Zeynəb sözü hər halda, yəni hər bütün hallarda artıq fəthədə oldu. Yəni istir izafə qaydasında, istir hərf-i cər vasitəsilə sadəcə fəthədə oldu. Sonra iqra və məktub, yəni oxu və yaz deyir. Oxuyub tərcümə edək, böyüdüm bunu. Həzəl kitabu li Muhammedin və zəlikə li Zeynəbə. Burada bizə cümlələri verir, biz özümüz hərf-i cərləri, daha doğrusu sözlərin sonunu düzəldəcəyik. Bu kitab Muhammedindir, o isə Zeynəbindir. Zəhəbə Xalidun ilə Əhmədə. Deyir ki, Zeynəb, daha doğrusu bir dəqiqə Xalid Əhmədə getdi. Yəni burada Xalidun sözü tənvin qəbul etdi, amma Əhməd sözü tənvin qəbul etmədi. Zəhəbə əbi ilə Məkkətə, çünki ilədən sonra gələn Məkkə sözü tənvinsiz olur, ona görə də fəthədə olacaq. Atam Məkkəyə getdi. Və zəhəbə əmmi ilə Cüddətə, və əmim Cüddəyə getdi. Cüddədə tənvin qəbul etmir. Uxtu Mərvanə məridatun, deyir Mərvanın bacısı xəstədir. Sonra Əynə zəvcu Xadicətu, Xadicətə deyir ki, Xədicənin əri haradadır? Huva fil, deməli fil Ləndənə. London sözü də tənvin qəbul etmir. O Londondadır. Səyyaratu Həmidun, bir dəqiqə, Səyyaratu Həmidin cədidətun.
Həmidin maşını yenidir. Və səyyəratu İbrahimə qadimətun. Və İbrahimin maşını köhnədir. Bəytu Xalidin kəbirun. Xalidin evi böyükdür. Və bəytu Usamətə səğirətun. Usamənin evi isə kiçikdir. Əynə zəhəbə əbuki yə Leyla. Ey Leyla, sənin atan haradadır? Zəhəbə ilə Bəğdədə. Bağdada getdi. Fi İstanbulə məsacidu kəsiratun. İstanbulda deyir, çoxlu məscidlər var. İndi xamsətu məfatihə. Məndə 5 açar var. Əl-Kəbətu fi Məkkətə. Kəbə Məkkədədir. Fi həzə şəriu sələsətu məsacidə. Bu küçədə 3 məscid var. Həzə tabibu ismuhu Williamu. Deyir, bu tələbənin adı Williamdır. Və huva min Ləndənə. Və deyir, o Londondandır. Və zəlikə ismuhu Louisu. Deyir ki, o tələbənin adı, yəni daha doğrusu onun adı, yəni burada tələbənin niyyət eləyir, onun adı Louisdir. Və huva min Paris, yəni o Parisdəndir. Sonra səyyərati ləvnuhə əxtaru. Deyir ki, maşınımın rəngi əxtaru yaşıldır. İndi qələmun əhməru. Məndə qırmızı qələm var. Əli bəytul həramu fi Məkkətə. Bəytul Haram Məkkədədir. Zəhəbə Əhmədu ilə Muhammədin. Deyir ki, deməli, Həmid, daha da Əhməd deyir, Muhammədə getdi. Zəhəbə Muhammədun ilə Əhmədə. Muhamməd Həmidə getdi. Əntə min Məkkətə. Sən Məkkədənsən. Lə ənə minə taifi. Xeyr, mən Taifdənəm. Uxtu Fatimətə talibətun. Fatimənin bacısı tələbədir. Sonra aşağıda bizə verilmiş sözlərin sonlarını hərəkələmək deyir. Deməli, əminətu, əminə, min əminətə, əminədən. Sonra li Əhmədə, Əhməd üçün, Əhmədə, Əhmədu, yəni Əhməd, Osmanu, Osman, min Pakistənə, Pakistandan, Pakistanu, Pakistan, li Xadicətə, Xədicə üçün, Ləndənu, London, ilə Bəğdadə, Bağdada, İstanbulu, İstanbul, Məkkətu, Məkkə, fi Məkkətə, Məkkədə, Cüddətu, Cüddə, Məsacidə, məscidlər, fi mədərisi, fi mədərisə. Burada deməli məktəblərdə götürülür. Sonra Yəqubu, Yaqub, li İshəqa, İshəqu, li İshəqa, İshaq üçün, Muaviyyətu, Muaviyyə, min Muaviyyətə, Muaviyyədən, li Ayşətə, Ayşə üçün, Ayşətu, Ayşə, Muhammədun, Muhamməd, Xalidun, Xalid, min Əbbəsun, Abbasdan, sonra Nu'mənu, Nu'mən, Həmidun, Həmid. Sonra burada bizə verilmiş sözlərin 3-dən 10-a kimi sayılara mədud olan ismi isim edərək yaz deyir. Məsələn, 3 məscid desək, bu zaman olacaq sələsətu məsacidə. Sonra 4 otel desəm, funduqun, otellərin cəmi olacaq bu zaman. Deməli, ərbəatu funduqa. Çünki sözün sonu tənvinsiz olacaq. Fənədiqu olacaq. Sonra mindilun dəsmal, mənədilu olmalıdır. Məsələn, xamsətu mənədilə. Miftəhun, açar sözünün cəmi məfətuhudur. Tənvin qəbul etmir. Olacaq, məsələn, sittətu məfətihə. Sadiqun, dost. Əstiqau cəmi olacaq. Məsələn, səb'atu əstiqaə. Zəmilün yoldaş, cəmi zumələ olduğuna görə deyəcəm. Məsələn, səməniyyətu zumələə.
sonra kursiyun oturacaq, kərasiyyu olacaq. Onda biz bunu məsələn tis'atu kərasiyyə, mədrəsətun məktəb, mədərəsə olacaq. Məsələn tis'atu qadın cinsindədir də bu. Tis'u mədərisə, sonra dəqiqatun, yəni dəqiqələr, dəqaiqa olacaq. Aşaru daha doğrusu dəqaiqa. Bu da bizim deməli 23-cü və Mədinə 1 dərsinin sonuncu tapşırığı idi.